Gürcüstan Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyi 6 oktyabr 2025-ci ildən yeni dizayna malik biometrik pasportlar və elektron yaşayış icazələrinin verilməsinə başlayır. Yeni sənədlər daha gücləndirilmiş təhlükəsizlik elementləri və beynəlxalq standartlara uyğun dizaynla hazırlanıb. Dizaynda milli simvollar və tematik elementlərə yer verilib. Mövcud sənədlərin sahibləri onları dəyişdirməyə məcbur deyirlər və xidmət haqlarında da dəyişiklik nəzərdə tutulmur. Hər iki sənəddə Gürcüstan dövlət bayrağı, ölkənin xəritəsi, Qara dənizin dalğaları, Qafqaz dağ silsiləsi, David Ağmışenevelinin qrafik təsviri, qədim Gürcü piktoqramları, Gelat monastırı və Requtu saray qalasının ornamentləri əks olunacaq. Yenilənmiş dizaynla müvəqqəti və daimi yaşayış üçün elektron icazələr, diplomatik və xidmət pasportları, qaçqın statusuna malik şəxsin səyahət sənədi, vətəndaşlığı olmayan şəxsin səyahət pasportu da veriləcək. Vətəndaşlar sənədlərə dövlət xidmətlərinin regional şöbələri, ədliyyə evləri, mobil xidmətlər və ya rəsmi veb-sayt, SIDA.gov.ci vasitəsilə müraciət edə bilərlər. Qeyd edək ki, yeni dizaynda şəxsiyyət vəsiqələrinin verilməsinə isə 2025-ci il 3 noyabr tarixindən başlanacaq.